Düştük, aylar öttü, il oldu. Eşkim sensiz bir çağlayan sel oldu. Ayrı düştük. Şanay sevir, gecəni gündüzə qataraq, qürurunu yerə ataraq, hamının gözləri qarşısında, efirdə yalvaracaq qədər sevir. Yeməyimə qədər, içməyimə qədər alıbdır. Mənə halallıq lazımdır. O sevginin içində nə oyun var, nə də plan. Təkcə ürəyinin səsi var. O səs ki, efirdə titrəyir. Mirağa, səni sevirəm deyə. Studiyada səssizlik, tamaşaçılar nəfəsini tutub baxır. Kimi rəğbətlə, kimi lağla. Amma o, heç kimin baxışlarından çəkinmir. Çünki sevgisi həqiqidir. Ən azından onun özü üçün. Çünki ürəyi hələ də onunla döyünür, uşaq qəlbi ilə. Özü dediyi kimi, bəlkə də övladı kimi sevir. Onu da bilmirəm, bunu da bilmirəm. Amma Mirağa sadəcə geri çəkilir. Minlərlə insanın qarşısında adının çəkilməsinə, bir qadının göz yaşlarına, titrəyən səsinə cavabı yenə də susqunluq olur. Və sonra sosial şəbəkələr alışır. Statuslar, şərhlər, videolar. Amma sevgi haqqında yox, onun görünüşü haqqında. Saçına söz deyən olur, bədəninə ilişən olur, geyiminə kinayə edənlər, gözlərinə sərt formada lağ edənlər. Mənim gözümə görə hamı mənə lağ eləyir ki, buna baxı gözü kördür, görmür. Buna ailə qurmaq nəyə yaraşır? Mən heç kimə, heç bir insana pislik eləməmişim. Hər qəlbə, hər ürəyə min rəng verir, bahar hər bir çiçək. Sanki bir qadının gözyaşı çəkiyə görə dəyərli olarmış kimi. Sanki bir insanın sevgisi yalnız gözəl, arıq bədənli sayılırmış kimi. Heç kim onun qəlbinə baxmır. Heç kim efirdə yalvaracaq qədər sevən bir qadının nə qədər cəsur olduğunu görmür. Hər kəs tənqid edir. Amma heç kim başa düşmür. Sevgi dilənmək deyil. Amma bəzən səssiz qalmaq daha qəddar olur. Mirağa heç nə demir. Şanay isə hələ də gözləyir. Qınanaraq, əzilərək, amma sevərək. Niçün səni bəs onu da bilmirəm. Niçün səni bəs onu da bilmirəm. Onu da bilmirəm. Bu sevgi nə reklam üçündür, nə də reyting üçün. O həqiqətən sevir. Canıyla, qürurunu ayaqlar altına ataraq, hamının qarşısında, efirdə bir kişiyə səni sevirəm deyəcək qədər güclüdür. Və təəssüf ki, bunların qarşılığında aldığı tək şey sosial şəbəkələrin iyrənc, insafsız şərhləridir. Bu nədir belə? Belə birini kim sevər ki, görün nə gündədir, hələ də sevgi axtarır deyənlər. Ayıb olsun. Ayrılmaq istəmirsən? Bəli, ayrılmaq istəmirəm. Qayıtsı gəlsin yanıma. Ayıb olsun bəzilərinə. Qadının görünüşünə görə onu bu qədər rəzil edən, sanki özünüz güzgüyə baxanda mələk görürsünüz. Sevginin nə çəkidə olduğunu soruşacaq qədər dayaz, nə geyindiyini müzakirə edəcək qədər bəziləriniz çox düşüncəsiz insanlarsınız. Şanayın bəzi halları sizə qüsur kimi görünür. Çünki ürəyin nə olduğunu bilmirsiniz. Onun səsi titrəyə-titrəyə Mirağa dediyi anı gördünüz. Lakin o səsin içindəki ürək yanığısını duymadınız. Çünki sizə görə qadın ancaq gözəl olanda dəyərlidir. Amma bilin, ən çirkin olan gözəllik axtararkən vicdanını itirən insandır. Qüsur deyil onun sevgisi, sizin mərhəmətsizliyiniz ayıbdır. Sosial şəbəkələrdə bədəni şərh etmək asandır, amma bir qadının ürəyini anlamaq üçün ruh lazımdır. O da şərh yazanların bəzilərində yoxdur. Allah qorxunuz olsun, biraz vicdanlı tərpənin. Mən onu istəyirəm, qayıtsın. Tənqid etmək olar, lakin təhqir etmək, özü də belə bir xanımı təhqir etmək heç bir kitaba sığmaz. Niçün səni bəs onu da bilmirəm. Niçün səni bəs onu da bilmirəm. Onu da bilmirəm.